May bundan sonra bayram ayı olacaq. Bunu Prezident İlham Əliyev Laçın rayonunun Vəli kəndinə köçən sakinlərlə görüşündə deyib. Gözəl evlər, yollar, elektrik enerjisi, təbii qaz, su, həyətyanı sahə, yəni yaşamaq və çalışmaq üçün bütün imkanlar var. Belə gözəl təbii şəraitdə yaşamaq, özü də öz torpağında yaşamaq, əlbəttə əminəm ki, sizin üçün çox xoşdur. Bu böyük xoşbəxtlikdir deyə dövlət başçısı vurğulayıb. 30 illik erməni işğalına biz son qoyandan sonra dərhal bütün rayonlarda bərpa quruculuq işlərinə start verildi. Erməni vandallığına məruz qalmış kəndlər yenidən quruldu. Vəli kəndi də ermənilər tərəfindən yerlə yeksan edilmişdir. İndi gözəl yaşayış məntəqəsi yaradılmışdır. Buna yaxın sizin qonşu kəndiniz vaxtilə bir kənd olub. Sus kəndi, bu tərəfdə Zabux, Laçın şəhəri. İndi Laçın rayonunda artıq 4 yaşayış məntəqəsi bərpa edildi. Amma ümumiyyətcə bərpa edilmiş şəhər kəndlərimizin sayı 15-ə çatdı. Və bütün bunları qısa müddət ərzində eləmişik və işlər də davam etdirilir. Bütün azad edilmiş ərazilərdə geniş miqyaslı işlər gedir ki, tezliklə bizim vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar.